toz kimi o duvarlarda olandır. Kokuyur toz kimi gelir. Yani öyle kuru kuzubil değil. Toz biraz apaslıdır. Ama temizler inşallah. Yuma prosesi devam edir. Hal-hazırda içeride temperatürü yok mu? Jettanın birinin de burada peçin yumuşuq açılmayıb. Bir nəfər bizdən qabaq keçəni yuyublar. Sonra sistemə götürüb dərman töküblər ki belə sürgüyə sistemi yuyurlar. Bu da sonra dərmanı boşaldıblar, antifriz töküblər. Amma dərman təmiz boşalmayıb da. Buradan bilmirəm nə dərəcədə görsənər. Baxın. Parmağım koyduğum yerden deşilir. O burada. Görürsünüz. Eləcə də bu boru içəri gedir. Biz dedik ki peçin dəyişək bu avtomobilin. Peçin çıxartdıq. Peçi tutulub açılmadı. İçəridə belə eləmək olursa içərdən də söymüşük. Dəyişmişik, amma çöldən gələn borular deşikdir. Ondan ötürü gərək şit çıxsın. O borular da tapılmır. Gərək boru axtarla tapırlar. Uzun məsələdir. Sahibi ilə belə məsləhətləşdik ki kley vuraq. Xüsusi kleylər var. Ondan vurmuşuq. Gözlürük qurusun. Su tökək, yoxlayaq. Bu avtomobilin də peçin yuyuruq. Sistemi bərbad gündədir. Op sistem yuyuruq. Hələlik peç yuyulur, peç açıldı. Keçib sonra sistemi yuyuruq.